Əmək köməcə dolması yemisiniz? Mən də ilk dəfə idi ki, hazırlayırdım. Bu yaxında keşfətdə qarşıma çıxdığına, həyətimizdə də gözəl əmək köməcələr yetişdiyinə dedim sınayım, görüm dadı necədir. İçliyini yağlı quzu əti, soğan, 1 ədəd kiçik ölçülü kartof, 2-3 diş sarımsaq, keşniş, süd, nanə və yumru ilə hazırlayıram. Dolmaları həm uzun, həm də yumru formada bükürəm. Qazanın dibini isə öncədən qaynatdığım qaz qabırğalarını yığıram. Dünən Bakıya getmişkən Bravoda aprelin 2-sinə kimi davam edəcək hiperaktiv endirimlərdən də yararlanmağı unutmadım. Qeyd etdiyim endirimlər bütün Bravo hiperlərdə keçərlidir. Mən də Ramazan bayramında süfrəmizə lazım olacaq bütün ərzaqları əldə etdim. Videodan da gördüyünüz kimi istər qida, istərsə də qeyri-qida bir çox məhsullara endirimlər mövcuddur. Novruzda istifadə etdiyim Femliyə unundan isə Ramazanda halva çalıb sizinlə bölüşəcəm. İndi isə keçək bizim evin sevimlisinə çevrilən Sumbay düyülərindən hazırladığım aşa. Bu iftarda da əmək köməcə dolması ilə Sumbay düyülərindən aşı bəhbəhlə nuş etdik.